Hörmətli izləyicilər, mən Elnur Rəsulov, Amarkets Global Broker şirkətindən hər birinizi salamlayıram. Bugün sizinlə günləlik bazar analizini paylaşacağıq. İlk öncə dollar indeksini nəzər salaq. Bildiyimiz kimi dollar indeksi 19 mart tarixindən etibarən yüksələn trendə başlamışdı və bir mənada bu trend 27 mart tarixinə qədər, yəni dünənə qədər davam etmiş oldu. Belə ki, dünən indeksin qiyməti həmin gün üçün birinci dəstək səviyyəsini qırdı və bir mənada bazar həmin səviyyənin üzərində bağlamış oldu və bir mənada bu dollar indeksinin olan yüksəliş trendinin zəiflədiyini göstərir. Dünənlərim Amerikadan açıqlanan ÜDM, eyni zamanda iqtisadi artımla bağlı nəticələr də bir mənada gözləntiləri üstələmiş oldu. Belə ki, Amerikada 4-cü rüb üzrə iqtisadi artımı 2,3% proqnoz edirlər, lakin nəticə 2,4% açıqlanmış oldu. Bu da bir mənada qərb ölkələri, xüsusilə İngiltərə, Avropa Birliyi və Kanada ilə müqayisədə daha yüksək olduğu görünmüş oldu və bazarda müəyyən mənada qeyri-müəyyənlik yaratmış oldu. Eyni zamanda Trump'ın avtomobil sektoruna və xüsusilə avtomobillərə və avtomobil ləvazimatları ilə bağlı olan sektora tariflər tətbiq etməsi, 25% tarif tətbiq etməsi bir mənada bazarda ciddi bir qeyri-müəyyənlik yaratmış oldu dollar indeksinin istiqaməti ilə bağlı. Bu günlərim Amerikadan açıqlanacaq şəxsi istehlak xərcləmələri ilə indeks çox vacib əhəmiyyət kəsb edir və bu bir mənada dolların istiqamətini təyin etməkdə bizə kömək edə bilər. Çünki şəxsi istehlak xərcləmələri fevral ayı üçün 0,3% proqnoz edilir. Və bu indeksin göstəricilərdən yuxarı açıqlanması bir mənada dolları yuxarı yönlü dəstəkləyə bilər və dollar indeksinin olan yüksəliş trendi daha da belə deyək güc qazanmış olar və ya da sürət qazanmış olar. Bunun səbəbi nədir, hörmətli izləyicilər? Bildiyimiz kimi Amerikan iqtisadiyyatı istehlak modelinə əsaslanan bir iqtisadi sistemdir və şəxsi istehlak xərcləmələri nə qədər yüksəlirsə, bu insanların iqtisadiyyata olan güvəninin, gözləntilərinin müsbət olduğunu göstərir və insanların şəxsi xərcləmələri artdıqca bir mənada belə deyək, həm iqtisadi böyümə artır, eyni zamanda inflyasiya da yüksəlir və bunun da təbii ki, yüksəlməsi öz növbəsində dolları dəstəkləyən faktordur və dolların belə deyək, qiyməti yüksələ bilər. Texniki olaraq isə, hörmətli izləyicilər, dollar indeksi bu günlərin nə qədər ki, birinci dəstək səviyyəsi olan, yəni bu gün üçün 103,561 səviyyəsini, yəni bu səviyyəni qırıb bunun altına bağlanmazsa, biz dollar indeksində yüksəliş trendinin davam edəcəyini proqnoz edə bilərik. Lakin uzun vədədə baxdıqda, hörmətli izləyicilər, təbii biz dolların yüksələcəyini 19 mart tarixindən etibarən proqnoz etmişdik və bizim sistemimiz həmin siqnalı vermişdi. Lakin uzun vədədə baxdıqda biz bir öncəki videolarımızda da izah etdiyimiz kimi Amerikanlara da borc problemi var və Amerikanın xəzinə bondlarının, xüsusilə 10 illik xəzinə istiqrazlarının faiz gəlirliyi 10,30-37 səviyyəsindədir və bu kifayət qədər yüksəkdir. Üzrə 4,37 səviyyəsindədir. 10 illik xəzinə bondlarının faiz gəlirliyi 4,37% səviyyəsindədir və bu kifayət qədər yüksəkdir. Amerikanın yenidən borclanması üçün bu faiz dərəcələr kifayət qədər yüksəkdir. Ona görə də bu faizi geci-tezi federal ehtiyatlar aşağı salmalıdır və yaxud da ki, Trump administrasiyası bununla bağlı hər hansı bir variant axtarır və buna bir mənada təzyiq edəcək. Yəni, bundan dolayı uzun vədədə biz dollarda düşüş proqnoz edirik. Çünki qeyd etdiyimiz kimi bu faizlər aşağı düşməzsə, bu Amerika üçün ciddi bir problem olacaq. Ona görə də federal ehtiyatlar bir mənada faizi aşağı salarsa, bu faizlər aşağı düşə bilər və bu da öz növbəsində qlobal bazarlarda dollar indeksinin, belə deyək, digər valyutalara qarşı zəifləməsinə səbəb ola bilər. Lakin bu, qeyd etdiyimiz kimi, qısa vədədə deyil, uzun vədədə olan bir proqnozdur, hörmətli izləyicilər. Və ümumi fonda isə dollar indeksi ilə bağlı uzlaşmalarsa və xüsusilə federal ehtiyatlar faizi aşağı salarsa, bu bir mənada qlobal bazarlarda, həm dünyada, eyni zamanda Amerikada inflyasiyanın artmasına səbəb olacaq. Və bunu yaxından izləmək üçün, hörmətli izləyicilər, əgər siz uzun vədədə ticarət edirsinizsə, pozisiyalarınızı ona görə yığmalısınız. Yox, əgər qısa vədədə trade edirsinizsə, o zaman texniki analizə xüsusilə önəm vermək lazımdır. Hörmətli izləyicilər, birlikcə maliyyələtimiz avro-dollar valyuta cütlüyüdür. Avro-dollar valyuta cütlüyündə də bildiyimiz kimi 19 mart tarixindən etibarən başlayan düşüş trendi bir mənada dünən, yəni 27 mart tarixində bir mənada sonlanmış oldu. Çünki diqqət etirsəniz, həmin tarixdə, hörmətli izləyicilər, avro-dollar valyuta cütlüyü həmin gün üçün birinci müqavimət səviyyəsini qırdı və bazar həmin səviyyənin üzərinə bağlanmış oldu. Və bu da bir mənada 19 mart tarixində başlayan düşüş trendinin
başa çatdığına və yaxud da konsolidasiyaya daxil olduğuna dair bir işarədir. Çünki ümumiyyətlə qeyd etmək lazımdır ki, yüksələn trend və yaxud da ki, enən trenddən sonra o trendlər başa çatanda bir mənada bazarda müəyyən bir konsolidasiya olur. Yəni bazar müəyyən bir range ticarətinə daxil olur və ondan sonra ya yenidən yüksələn trendə başlayır, ya da ki, yenidən eniş trendinə başlayır və bu bir mənada həmin bu eniş trendinin başa çatdığına dair bir siqnal idi və bu günlərin biz bazarı yaxından izləyəcəyik. Xüsusilə Amerikadan açıqlanacaq həmin o şəxsi istehlak xərcləmələri ilə bağlı indeksin nəticələrini yaxından izləmək lazımdır və ondan sonra biz avro dollarda bir mənada konsolidasiyanın davam edəcəyini və yaxud da ki, yüksəliş trendinin başladığına dair daha dəqiq siqnal ala biləcəyik. Gün ərzində, hörmətli izləyicilər, əgər bazar nə qədər ki, bu gün üçün birinci dəstək səviyyəsi olan 1.074 96 səviyyəsini, yəni bu səviyyəni qırıb onun altında bağlanmazsa, biz avro-dollar valyuta cütlüyündə yüksəlişin şahidi ola bilərik. Ümumi fonda isə, hörmətli izləyicilər, avro-dollar və yaxud da avroda xüsusilə diqqət etirsək, call opsiyonlar, yəni avronun yüksələcəyinə dair opsiyon alışları bir mənada artmağa doğru gedir. Çünki həmin nəticələrə diqqət etirsək, ümumiyyətlə uzun vədədə avroda call opsiyonların sayı artmaqdadır. Sayı və eyni zamanda həcmi artmaqdadır və onların qiyməti də artmaqdadır. Bu anlama gəlir ki, makro traderlər bir mənada biraz öncə qeyd etdiyimiz kimi dollarda düşüşü proqnoz edirlər və indidən öz pozisiyalarını yığırlar. Təbii ki, bu təkcə avro deyil, eyni zamanda biraz sonra danışacağımız qızılın da qiymətinə təsir edən əsas faktorlar arasındadır. Lakin ümumi fonda isə qısa vədədə nəzər yetirsək, qeyd etdiyimiz kimi, nə qədər ki, avro-dollar bugünkü dəstək səviyyəsini qırıb onun altına bağlanmazsa, biz hələlik avro-dollarda yüksəlişi proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyətimiz İngilis funtu və dollar valyuta cütlüyüdür. Ümumiyyətlə, İngilis funtunda da 20 mart tarixində düşüş trendi başlamışdı və dünən etibarilə bu trend bir mənada başa çatmış oldu və diqqət etirsəniz, İngilis funtu da həmin gün üçün birinci müqavimət səviyyəsini qırıb onun üzərində bağlamış oldu və bu ciddi və güclü bir alış siqnalı idi. Xüsusilə bu gün İngiltərədən açıqlanan iqtisadi göstəricilər də müsbət gözləntilərin üzərində açıqlanmış oldu. Belə ki, İngiltərədə illik əsaslı iqtisadi artım 1.4% proqnoz edildi, lakin 1.5% açıqlanmış oldu. Təbii bu özlüyündə hələ də zəifdir, lakin bir mənada gözləntilərdən nisbətən yüksək olması təbii ki, funt olan inamı daha da artırmış oldu. Eyni zamanda son rüb üzrə, belə deyək, 4-cü rüb üzrə iqtisadi artım 0.4% proqnoz edilirdi, lakin gözləntilərlə eyni 0.4% açıqlanmış oldu. Eyni zamanda pərakəndə satışlarda da müəyyən mənada artım var. Belə ki, pərakəndə satışları mənfi 0.5%, yəni azalma gözləyirlər. Lakin bu 1% açıqlanmaqla bir mənada pərakəndə satışlarda da artımın olduğunu göstərdi. Yəni istehlak xərcləmələrinin artdığını göstərdi və bu mənada İngilis funtu və dollar valyuta cütlüyünü yuxarı yönlü dəstəkləmiş oldu. Gün ərzində texniki olaraq, hörmətli izləyicilər, əgər funt bu gün üçün birinci dəstək səviyyəsi olan 1.28827 səviyyəsini, yəni bu səviyyəni qırıb onun altında bağlanmazsa, biz İngilis funtu və dollar valyuta cütlüyündə yüksəlişin şahidi ola bilərik. Hörmətli izləyicilər, bir digər ən vacib maliyyə alətimiz təbii ki, qızıldır. Qızıl da durmadan yüksəlməyə davam edir. Bildiyimiz kimi, qızılda da bir öncəki videomuzda da demişdik, qızılda ümumiyyətlə kiçik aşağı yönlü korreksiyalar ola bilər, amma qızılda hələlik uzun vədədə hər hansı bir satış gözlənilmir və diqqət etirsəniz, yenidən qızıl deməli, yüksəliş trendindən sonra müəyyən bir range ticarətinə daxil olmuş oldu. Diqqət etirsəniz, müəyyən bir range ticarət etdi və 27 mart tarixində həmin gün üçün birinci müqavimət səviyyəsini qırmaqla yenidən yüksəliş trendindən başlamış oldu və hal-hazırda da qızıl, belə deyək, rekordlar qıra-qıra gedir. Və son olaraq qızılın qiymətində biz bu gün üçün birinci dəstək səviyyəsi olan 3029 səviyyəsini qırıb onun altına bağlanmazsa, biz qızılın qiymətində yüksəlişin davam edəcəyini proqnoz edirik. Çünki ümumi fonda qeyd etdiyimiz kimi Amerikanın bors problemi, qlobal geosiyasi gərginliklə, xüsusilə Amerikanın bors problemini qeyd edir, hörmətli izləyicilər. Bu borcu ödəməyin tək yolu hal-hazırda mümkün olan variantlar içərisində, belə deyək, dolları devalvasiya, yəni dolları ucuzlaşdırmaqdır.
və bir mənada inflyasiyanın yüksəlməsi fonunda da təbii ki, bu da qızılı yüksəlməsinə əsas səbəb olan faktorlardır. Çünki makro traderlər bunu öncədən proqnoz edirlər və bir mənada xüsusilə qızıla, o cümlədən mərkəzi banklar və dövlətlər və sair xüsusilə qızılda olan pozisiyalarını artırırlar. Texniki olaraq isə qeyd etdiyimiz kimi bu gün üçün birinci dəstək səviyyəsini qırmazsa, qızılda biz yüksəliş trendinin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyə alətimiz S&P 500 fond indeksidir. Bu xüsusilə səhmlərlə ticarət edənlər üçün çox vacibdir. Diqqət etirsəniz, bir öncəki videomuzda bu haqda izah vermişdik və S&P 500 indeksində əslində yüksəlişin, xüsusilə bu S&P 500 indeksi 20 fevraldan etibarən başlayan düşüş trendi bir mənada 14 martda başa çatdı və yüksəliş trendi başladı. Və xüsusilə bu yüksəliş eyni zamanda S&P 500 indeksinin 200 günlük ortalamanın yuxarısında bağlanmışdı və bir mənada bazarda rahatlıq yaratdı ki, bəli, 200 günlük ortalamanın üzərindədirsə S&P 500 indeksi, bu alış üçün bir siqnaldır. Bazar artıq yuxarı yönlü gedəcək. Lakin biz bunun o qədər də hələlik belə deyək, yüksəliş trendinin başlamasına dair güclü siqnal kimi qəbul edə bilməyik. Çünki bildiyimiz kimi düşən trenddə yuxarı yönlü bir korreksiya olur və yenidən bazar başlayır düşməyə və diqqət etirsəniz elə də oldu və S&P 500 indeksi yenidən düşüş trendinə başladı. Hörmətli izləyicilər, biz S&P 500 indeksini ən azı bu səviyyə, yəni 5000 təxminən 530 səviyyələrinə qədər və yaxud da 5594 səviyyələrinə qədər gələcəyini proqnoz edilir. Çünki S&P 500 indeks hətta yüksəliş trendi olsa belə bu, ən azından trendin qırılma səviyyəsini bir test etməlidir və ondan sonra yüksəlməyə başlamalıdır. Bu baxımdan biz S&P 500 indeksinin hələlik düşəcəyini proqnoz edirik və bizim sistemimiz də buna dair siqnal vermişdi. Əslində, diqqət etirsəniz 27 mart tarixində S&P 500 indeksində birinci, ikinci, hətta üçüncü dəstək səviyyəsi qırıldı və bazar onun altına bağlanmış oldu. Dünən etibarilə də bir mənada bazarda düşən trend davam edir və gün ərzində də bazar nə qədər ki birinci müqavimət səviyyəsi olan 5765 səviyyəsini, yəni bu səviyyəni qırıb onun üzərində bağlanmazsa, biz S&P 500 indeksində düşüşün şahidi olacağıq. Xüsusilə Trump'ın tarif siyasəti ilə bağlı yaratdığı qeyri-müəyyənliklər də bir mənada S&P 500 indeksinə neqativ təsir edir. Çünki bunu xüsusilə qeyd etmək lazımdır ki, tariflər geci-tezi bir mənada inflyasiya səbəb olacaq ki, biz bunu növbəti ay açıqlanacaq inflyasiya göstəricilərinə daha yaxından görəcəyik və inflyasiyanın yüksəlməsi bir mənada dolların yüksəlməsinə təsir edir və dolların da yüksəlməsi öz növbəsində faizin azalacağına da, faiz dərəcəsinin aşağı endiriləcəyinə dair gözləntilər azaldır və bu da öz növbəsində təbii ki, S&P 500 indeksinə, ümumi fonda isə Amerikan fond bazarlarına və ya da səhəm bazarına neqativ təsir edir. Hörmətli izləyicilər, bir digər maliyyə alətimiz neftdir. Neftin qiyməti son vaxtlar ümumiyyətlə böyük bir volatilliklə müşahidə olunur. Bunun əsas səbəblərindən birisi, bildiyimiz kimi İran üzərində, İran neftini daşıyan tankerlərə sanksiyaların daha da gücləndirilməsi və eyni zamanda Trump'ın Venezuela neftini alan ölkələrə 25% tarif tətbiq edilməsi ilə bağlı hədələməsi, bu bir mənada neft bazarında yüksəlişə səbəb olmuş olur və diqqət etirsəniz neftin qiyməti 20 mart tarixində həmin günün birinci dəstək səviyyəsini qırmaqla ki, bizim sistemimizdə həmin tarixdə artıq alış siqnalı vermişdi. Neftin qiyməti yüksələn trendlə davam edir, hörmətli izləyicilər və diqqət etsəniz həmin tarixdən etibarən neftin qiyməti yalnız həmin günlər ərzində birinci dəstək səviyyəsinin üzərində bağlanır və bu gün üçün də neftin qiyməti əgər bu günün birinci dəstək səviyyəsi olan 72 dollar səviyyəsini qırıb onun altında bağlanmazsa, biz neftin qiymətində yüksəlişi proqnoz edə bilərik. Ümumi fonda isə qeyd etdiyimiz kimi neftin qiymətinə də Trump'ın siyasəti çox ciddi mənada təsir edir və ümumi fonda isə baxdıqda bir şey qeyd etmək lazımdır ki, Trump administrasiyasının əsas məqsədi neftin qiymətini aşağı çəkməkdir. Yəni, neftin qiymətində olan yüksəlişlər bir mənada məhdud ola bilər. Lakin texniki analiz nöqteyi nəzərindən dediyimiz kimi, nə qədər ki neftin qiyməti gün ərzində birinci dəstək səviyyəsini qırıb onun altına bağlanmırsa, biz neftin qiymətində yuxarı yönlü trendin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bugün sizə çatdıracağımız xəbərlər bu qədər. Sizə uğurlu ticarət arzulayırıq. Sağ olun.